Salam, hamınızı xoş gördük. Çiyələyin bol mövsümidir. Mürəbbələr bişiririk, cem hazırlayırıq. Çiyələk cemi hazırlamaq üçün, yəni istədiyiniz boyda çiyələkdən istifadə edə bilərsiniz. İri və yaxud xırda fərqi yoxdur. Bəzi xanımlar bunu blenderdə əzirlər və yaxud da ki, ət çəkən maşında çəkirlər. Yox, belə eləmək lazım deyil. Bu vaxt çiyələyin suyu çox çıxır, həddən artıq gec bərkiyir. Ən yaxşı variant elə çiyələyin doğranmasıdır. Və mən çiyələk ceminə heç nə əlavə eləmirəm. Əlavə qatqılardan, pektindən, agar-agardan istifadə eləmirəm. Həm bitki mənşəli, həm heyvan mənşəli, yəni bunlar qatqılardır. Tam sadə elə çiyələyin özündən şəkər tozu ilə cem hazırlayıram. Çiyələyi saplağından ayırırıq. Əvvəlcə axar suyun altında yaxşı-yaxşı yuyuruq. Onun qumu, tozu və yaxud da dərmanlanıbsa dərmanı təmizlənir və sonra çiyələyi xırda doğrayırıq. Hər 1 kiloqram çiyələk üçün 700-750 qram şəkər tozu götürürük. 3 kiloqram çiyələk olduğu üçün mən bura 2 kiloqram və bir də 1 stəkan şəkər tozu əlavə eləyib qarışdırıram və vam odun üzərində bişməyə qoyuram. Çiyələk cemi vam odda qaynamalıdır. Hər dəfə 10-15 dəqiqə qaynadıb oddan götürürük və üzünə yığılan köpüklərini də yığırıq. Tam soyuduqdan sonra yenidən bişməyə qoyuruq və gördüyünüz kimi əvvəlki kimi qaynamır. Artıq suyunu çəkib. Çiyələk özü pektinlə zəngin olduğuna görə tez qatılaşır. Əgər fikir vermisinizsə, çiyələk mürəbbəsi çox bişib, yəni suyunu çəkdikdə onun suyu jelatinə bənzəyir. Çünki tərkibində pektin çoxdur və artıq bizim cemimiz hazırdır. Qatılaşıb, indi bunu oddan götürüb soyuduq bankalara yığa bilərik. Artıq çiyələk cemimiz hazırdır, çox dadlıdır. Soyuduqdan sonra gördüyünüz kimi çox qatıdır. Heç qabda belə heç bir yana axmır. Tərkibində pektin zəngin olduğuna görə əlavə qatqılara ehtiyac yoxdur. Çox dadlıdır. Səhər süfrəsində yağla, çayla çox dadlı olur. Müxtəlif piroqlarda, tortlarda, pirojnalarda, peçenyelərdə istifadə edə bilərsiniz. Hazırlayan hər kəsə nuş olsun, ruziniz bol bərəkətli olsun. Videonu bəyəndinizsə like edin. Kanalı izləməyi unutmayın. Sağ olun.